Hörmətli izləyicilərim, sizə bir idman zalı təqdim edəcəm. Bu öz yerində adam kulturistlər arasında özünü fərqli hiss edir. İndi məndə yoxdur belə eləyim. Qardaşlar deyir kimi, o ana şükür, necə deyərlər, yoxa nəyələr. Amma bugün bədənim olmasa da sizə çox maraqlı bir təkliflə gəlmişəm. Bu idman zalı biznes şəklində satılır. 800 kvadratdır, icarəsi çox münasibdir. Sizə 4 dənə əsas amil, vacib məlumat verəcəm ki, 800 kvadratlı bu obyektin icarəsi 5000 manatdır rəsmi müqavilə ilə. Bu obyekti götürüb siz sahibindən, yəni Emin qardaşdan götürəndən sonra istəsəz, bu cür işlədə bilərsiniz. Müştəri potensialı olduqca çoxdur. Məşhurdur, bilirsiniz, dəfələrlə başqa səhifələrdə görmüşsünüz. Burada mənim sizə bir məsləhətim olar. Belə, yüngül bir məsləhət. Buranı icarəyə götürəndən sonra bu gördüyünüz obyektlər, idman alətləri Fere firmasının İtalyanında yeni nəsildir. Dostlar, siz bunun hamısını sata bilərsiniz. Ümumiyyətlə buranın təyinatını dəyişib restoran, Ağşəhərdə 800 kvadrat restoran, klinik eləyə bilərsiniz. Siz bir dənə şəraitə baxın, təmir səviyyəsinə fikir verin. Operator, gəl bir dənə çöldən, görmən izləyicilərim üçün görsədək. Dostlar, çölü gördünüz, bura girəcəkdir, burada reception xanım əyləşir, yüksək səviyyəli təmir ediblər, yəni Ağşəhərin havasına uyğun deyək. Bura girişlərdir, bir dənə knopkanı basın tutsun üçün, görəm hansı yanır, oraya yanır, oradan gəl. Sadəcə göstərmək istəyirəm ki, siz görəsiniz ki, burada daha nələr eləyə bilər, yəni ağıl-ağıldan üstündür də, maşallah olsun, hamınız dizayn işi yaxşı bilirsiniz, hörmətli izləyicilərim. Deməli, bura girişdir, sağda kafeteriyası var, bura bar hissəsidir, yəni reallığı budur, bu da Cağayevin şəklidir. Deməli, burada namaz otağı var, burada bərbər otağı var, real vəziyyəti budur. Amma mən israr edirəm ki, bura təyinatı dəyişib, restoran, kafe eləyə bilərsiniz, klinik eləyə bilərsiniz. Çünki bugün ən tələbatlı gəlir nədirsə, obyekt üçün. Onu eləyə bilərsiniz. Yenə deyirəm, icarəsi çox aşağıdır. İndi o qədər icarəsi aşağı deyirəm ki, sahibi deyəcək ki, o icarəni qaldıram. Yox, qaldıram bilməz. Çünki 3 illik rəsmi müqaviləsi var, dəyərli izləyicilər. Keçək aşağıdakı zallara bir daha baxaq. Bura soyunmaq, giyinmək otağı, ambar otağı. Dəyərli izləyicilərim, burada otaqlar çoxdur. Sadəcə istəmirəm, cəmaat soyunub giyinər. Görüntülər sizə görsədim. Burada lazer otağı var, ambar otağı var və bir də burada kotel sistemi var ki, xüsusi olaraq arxa tərəfində oranı da salıblar. Bu isə müdir otağıdır, hər yerdə olması gərəkən bir şeydir. Belə bir rəhbərlik otağıdır. Burada nə cür istifadə eləsəz, bu otaq müdirə lazım olacaqdır. Təmirini də görürsünüz. Qalxaq indi zala bilən zalı göstərim sizə. Adam burada şvaseyqır olmaq istəyir, dəyərli izləyicilər. Hamı idman edir, maşallah. Azərbaycanın qürurlu gələcəyidir. Sözüm onda deyil. Bu gördüyünüz qaçış aparatları hamısı yeni nəsildir, təzədir. Ferenini təkrarçı olmasın. Təmir səviyyəsi, idman yerinin ərazisi. Təsəvvür verirsiniz, burada restoran, stollar falan qoyulub. Gözəl bir havalandırmasına qədər var, hər şey var bu obyektdə. Məncə siz belə detallı şəkildə baxmamışsınız bu obyektə, düzdürmü? İndi sizə daha görmədiyiniz, bilmədiyiniz yerləri, məlumatları verim. Qarın ağrımır belə qardaş. Hörmətli dostlar, dəyərli izləyicilərim, sizə endirim bir qiymət deyirəm, eşitmədiyimiz 300.000 manat götürüb gəlirsiniz mənim yanıma, zəng edirsiniz, görüşürəm, Eminlə sizi görüşdürürəm və razılaşdırıram, obyekti götürürsünüz. Yeni zal açmağa da ehtiyac yoxdur. Restoran açmaq istəsəz, yəni əla fikirdir. Allah xeyirinizi versin. İkimizə də xeyirli olsun inşallah. Sağ olun, var olun.